TikTok izləmək, sən və mən və arkadaşı balıqlar. Video axırlarına doğru TikTokda mənə etiketlədiyim videolara da baxacağam. Mənə görə tək şeylər çıxır, getdik. Nədir bu? Yeni rəqs eləmə stilidir. Şəki? Şaşırıyor burası arpası. Orada öyle şey var ya ha? Biraz ölüp der yoga gazagara. Sənə qurban. Bir ana kimi sənin toyunda iştirak eləyəcəm. Ana kimi xeyir-dua verəcəm inşallah. Təbrik edirəm qardaşım sənə. Böyük oğlan ol. Ana kimi? Gələcəyimiz yaxşı olsun. Ata kimi olmasın o. Dövlətimizə xeyirli olasan, dövlətimizə xeyirli olasan. Öpürəm sən mama qurban, başuvan. Kara kaş kara göz, şirin şirin söz. Kara kaş kara göz, şirin şirin söz. Qaraqaş Qaragöz həqiqətən gözəllik abidəsi. Karşılıksız sevdim seni, şimdi de karşıma çıkmak istesen bulamazsın beni, benim gibi. Əminsən bundan? Samovar yandırı. Ha. Teknoloji. Ayda samovar sayın özlərimə söylədim. Axırıncı zaman nə vaxt samovar sayısmışam. Heç yadımda belə deyil, inarsan. Rahat bir 5 il falan vardır da. Halana efir xaladı xala, bu birisi laf baladı. Bunlar eyni adamdılar. Tanımıram. Bilmirəm valla. 2022-də baxmamışam, 2025-də baxmamışam və özümlə qırır deyirəm. Əlsiz danış için xəlil. Qabağıma bax da la, bal qabaq. Balqabaq. Nə deyirsən bal qabaq? Ha bal qabaq da varsan ha. Qollarımı qıranam ha, əlsiz danış. Ha belə ağıllı ol. Əlsiz danışdı ya. Rəşid basma. Bir dəqiqə. Fərəc yoxsa qız. Aha. Zaman Fərəc yoxsa qız. Ay la, qaqaş cümləni qaqaş deyil la. Cümləni belə oxuya bilmir uşaq. Xahiş edirəm, bunu SS eləyim, profilə qoyun, xahiş edirəm. Gəlin özü videosunun altına yazın ki, Rəşid baxın profilimə. Yaxşı dostlarım. Oyda sən Allah. Həqiqətən yəni buna inanan varsa daşa dönsün də yəni. Nə la? Nothing beats a Jet2 holiday. And right now, you can say Bu real da la. Məncə real deyil, heç real oxşamır la. beats Toz a şöyləcə möcədə Jet2 düşür. holiday. And right now, İnsanlar qaçıb qorxu eləmir. Məncə real deyildir bu arada. Metroya belə bir şey salmağa necə icazə verərlər? Kişilər görüşən həmin o söhbət. Maşın, siyasət, moyka. Düzdür. Qızlar, futbol, biznes. İş, ata zarafatı, yeyib içmək. Yaxşı, sağ ol. Mükəmməl. Qardaşım nə hesab gətirsiniz mənim toyuma? Rəşid çəkmir bizim keşfiyyətimizdən. Çıxarsan da. Burada belə həmişə sənə demişəm. Oyunçuluq. Oyunçuluq. Qardaşım vallahi siz etməyə qardaş. Oyunçuluq. Çox sağ ol. Yazığa bile 36 like gəl bana. Olsun, prosta bilmədim sən ödədin yoxsa mən də. Sağ ol. Qardaşım bax elə sən fikir vermək kimi olmasa o video necə seçirlər gələn sən başa sal. Hesabı gətirir də adam yox. Sən pulu qoyursan, ondan sonra kamera həm də adamla götürməlidir, sən də götürməlidir. Yəni qabağındaş adam deyirəm. Dedi Rəvan da adını dəqiq bilmirəm. O pulu sənin əlindən alıb, qardaşım yox, bu səfər mənə ödəyim deyib, əlindən aldığı pulu qoymalıdır bloknotun içinə, sonra göndərməlidir. Yoxsa belə deyil yəni. Yoxsa 10 manatı qoyur şeylə gedir kartla ödəyir. Yəni belə olmur da bu video. O cür 36 nəfər bəyənib də. Dalga yok. Ulan laptoplara Yaşına başına bak bir dene. Düşük. Mən düz eşitdim. Hər şey mistik bir şəkildə yeyib içən Mal mısın? Niye dondurma yükleyerek yiyorsun? Kandel istəyir bu. Kanka peti yer misin? Ha olur açtım kanka sağ ol valla. Oğlum ne yapıyorsun? Bu deli ne yapıyor? Kanka sabahtan beri neredesin sen? ya. Ne? O izimi. Hadi bu su içəndə dostuma eləmək istədim hərəkət. Prosta elə şeylər eləmirəm. Biri su içib ya da yemək yanında o tipdə şeylər eləmirəm. Mən eləsə heç xoşuma gəlməz, ona görə eləmirəm. Nədir? Bombardiro crocodilo. Güzel Bombardiro crocodilo. benim adım. Tung 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 sahur. Sen çık git buradan. Bu nə eləyib? 105 kallay kaldılar. Arada fişəşəm görürsən nəyi səhv edirəm. Azərbaycanda ən çox sevdiyim blogger. İlkin Feyziyev. Azərbaycanda ən çox İlkin sevdiyim Feyziyev. Bir dəfə mənim adım gəlsə nə olar ki? Ya o qədər tanınmıram yəni. Bir dəfə də məni tanısın da. Nəysə bax axıra qədər. blogger. Sevs. Azərbaycanda ən çox sevdiyim blogger. Əlixan Rəcəbov. İlkin Feyziyev. Bəs sən Harun Məmmədov. İlkin Feyziyev. Azərbaycanda ən çox sevdiyim blogger. İlkin Feyziyev. Azərbaycanda ən çox sevdiyim blogger. Samur Sor. Əlixan Rəcəbov. Energize. Azərbaycanda ən çox sevdiyim blogger. Zevs. Azərbaycanda ən çox sevdiyim blogger. Son zamanlar İlkin Feyziyevdir, Fərziyevdir. Onun adını eşidirəm, amma mənim ən sevdiyim bloger İlkin Xəlildir. Görürsən nə vaxt beləncə videoları bizim adımızda çizəcək, sən öldürəm də yəni. Belə bir şey niyə eləyəsən Allah? Damn.
Qaşı. Sosiyofobiya. O qıza yaxınlaşmaq istəyir. Çox qəşəng xanım deyə. Görsə yaxınlaşın, tanış olun. Utanıram, Məhəmməd, 26 yaşın var, nədən utanırsan? Yaxınlaş deyən ki, salam xanım, tanış olmaq olar. Və salam da. Getdik. Salat tanış, xanım olmaq olar. Bir dənə şeir var, deyir ki, ala bola bir uşaq çıxdı, qoşa ayıp qalxoruz. Ne dersin bana? Allah haqqı bilmirəm, orada bir şey... Bir abur oldum Məhəmməd. Ondan sonra niyə qızlara yaxınlaşmırsan? Bu arada belə şeylər mənə çox şey gəlir. Yəni bir qıza yaxınlaşanda onun sən okey vermə ehtimalı nə qədər çoxdur. Nə qədər yaraşıqlı olursan ol, yəni random bir qıza yaxınlaşsan, okey vermə ehtimalı çox azdır. Tövsiyə eləmirəm hansısa ki biz qıza yaxınlaşmağınızı. İnsanlar bu heç Önemli açıqlama. çıxartmayın. Ağdərili insanlar irqçi deyil. Ha? İrqçi insanlar Maşallah. irqçidir. Misal üçün, müsəlmanlar terrorist deyil. Terroristlər Bəli. terroristdir. Qaradərili insanlar da təhlükəli deyil. Kriminal insanlar Maşallah. təhlükəlidir. Qatlıram. Qızlar maşın sürə bilmir. Qatlıram. Mahnıca cicibə həyatıma sana çıx həyatından xahiş edirəm. Bananın nəsli kəsilir. Sevdiyimiz meyvə yoxa çıxa bilər. Dedim ya belə bir şey çıxacaq sənə. Ata mən bananalar. Pretty little baby, I'm so in love with you. Aa bu mahnı çox qəşəngdir bu arada. Zarfas deyirəm bu mahnı çox qəşəngdir. Xəyanəti görmüsən? Ya ayrıl. Əgər ayrılmırsansa, ailən taleyini əslində bir belə baxaq da, xəyanətə görə insan nə bilim mən deyə bilmərəm belə qadınlar xəyanət elədi, ayrıldı. Ayrılmamalıdırlar. Niyə? Amma ki nə bilim valla məncə yox. Nə? Ay başınız xarabdır ala. Siz bəzənənsizsiz. Xəyanət elədi, ayrılmamalıyıq. Mırtdaşsan sən. Halvadır elə. Bu nə deməkdir yəni? Getsin onunla evlənsin. Onda səndən niyə evlənir ki? Başa düşmədim yəni. Belə özünüzü bu qədər aşağıdan aparmayın ala. Özünüzə hörmətiniz olsun. Yəni xəyanətə bağışlayan adamın özünə hörməti yoxdur yəni. Kişinin başqadır da, kişi ilə qadın bir deyil axı. Ay sən canım bəsdir. Kişi ilə qadının bir olmadığı fikrinə qatılıram. Ancaq belə söhbətlərdə xəyanət mövzusunda, yəni o kişi də eləyər, o kişi də xəyanət eləyə bilər. Söhbəti qətiyyən keçə bilməz. Zaten bu tip düşüncələr üzündən çox kişi şək tapır, beləncə xəyanət eləməyə falan çox meylli olurlar da. Sən birinə evlənmisənsə artıq o insanınsan. Başqa şeylər eləmək istəsənsə get evlənmə, başa düşürsən? Daha da qulaq asmaq istəmirəm, sonra əsəb oldum bunun danışığına sən öl. Hər nə inşallah bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Daha çox bu tip videoların gəlməsi istəyirsə aşağıdakı yorumlar qisminə yaza bilərsiniz. Gələcək videoda görüşmək üzrə. Sağ olun.